Soyadınız? Ələsgərova Şəfiqə. Şəfqət xanım, o son gecəni bizə. Hə, bax bizim evimiz oradır. Oradan axşam qonşu gəldi, oradan qapını döydü ki, qaynımgildə bizdə qalmışdı. Dedi durun yenin bizim badvalımıza. Xocalı müasirədədir. Çıxdıq elə gəldik, orayla qaçdıq gəldik. Burada pləkanlar var idi beləsinə. Buradan elə pləkanla ora düşmək istəyirdi ki, badvala girək. Top gəldi, burada Tərlan adında bir Yusif kişi vardı. Onun evinə dəydi. Ev dağıldı, biz özümüzü atdıq badvala. Səhərə kimi qaldıq orada. Səhərə kimi qaldıq orada, uşaqlar postdan gəldi ki, Xocalıda heç kim qalmayıb. Axşamdan hamı çıxıbdı. Biz də getdik, girdik 5 mərtəbəyə. Babırayla beləsinə getdik, bulağın üstü ilə. Getdik, girdik o 5 mərtəbəyə. Getdik, girdik 5 mərtəbəyə, 25-i, 26-sı, 27-si, 3 gün qaldıq orada müasirədə. Biz 3 gündən sonrasına içimizdə Şahid adında bir oğlan vardı, indi rəis müavinidir. O patron zat hamısı qurtarmışdı. Durdu getdi çöldən, hardansa patron yeşikləri çöldə oazın içində var idi. Tapdı, gətirdi, döyüşdülər onlarla. Dəstənin qaynımın nişanlı oğlu orada öldü, Elşad. Krişada onlar döyüşürdülər, orada vurdular, öldüdülər. Dəstənin bir yarısı burada döyüşürdülər, bir yarısı bizi pəncərədən, ikinci mərtəbədən bizi saldılar aşağı. Getdik, dolduq meşəyə. Meşədə də ayaqlarımız dondu, suya girdik, Qarqar çayına girdik. Çıxdıq, ayağımızı qoyduq daşın üstünə, ayağımızın dərisi yapışıb qalırdı o daşın üstündə. Elə meşə ilə yol getdik, onda 1-2 gündə meşə ilə getdik. 5 gün biz eləcənə, uşaqlar da yanımızda hamısı. Nə bilim, şükür, bugünkü günə çox şükürlər olsun. Allah prezidentimizə dəyməsin, can sağlığı versin. Axırımız yaxşı gəldi. Şükürlər olsun. Şükür. Bu çətinliklə ki, o 3 körpə övladı xilas 3 gün hə, apardım, indi oxudum, o 3-ü də oxuyublar. 3-ü də nədir, xalqımıza xidmət eləyirlər, qəşəng vəzifədir. Böyük qızım Gəncədə Aqrar Universitetinin şöbə müdürüdür. Tərəqqi medalına təltif olunubdur. Balaca qızım müəllimədir. Ortancıl qız da nümayəndəlikdə işləyir, Xankəndində nümayəndəlikdə işləyir. 2 universitet qutarıb, Bakı Dövləti, bir də İdarə Etmə, Prezident İdarə Etmə Akademiyasının. 3-ünü də oxutmuşam. 3-ü də oxuyublar. O qızlar gedəndə neçə yaşı vardı? O balaca qızın yaş yarımı var idi. Biri 2 yaş, 2 yaş bir-birlərindən böyük idilər elə, hamısı. Balaca qız yaş yarımındaydı. Son 5 gün ac necə saxladınız? Heç nə, elə bir kişi var idi, o da bizdən gedirdi, Baxış adında, indi ölüb, Allah rəhmət eləsin. Onu gətdi, meşəyə girəndə demək üşüyürmüş. Gətirdi, pencəyəni çıxartdı, onu şəllədi dalıma. Elə dalımda yatıdı, istədikcə qardan belə çörək istəyirdi. Mən də qarı belə yumurluq verirdim. Tulladı beləsini, dedi ki, mənə pəpə ver. Elə. Don vurma və nə cür oldu? Yox, mənim ayaqlarımı don vurmuşdu. Bakıda apardılar Semeşka balisasına. Orada mənim ayaqlarımı kəsmək istəyirdilər. Həkim dedi ki, bunun 3 qızı var, nə olsa da qoymayacam kəsilsin. O həkim məni müalicə elədi ayaqlarımı. Və qızlar necə? Qızların da həmin həkim ayaqlarını müalicə elədi. O 2 qızım ayağı tamam donmuşdu. Ayaqlarını idilər, ayaqları yapışıb qalırdı daşın üstündə. Dəriləri bax orada qalırdı ayaqlarımız. Bəs bəq qeyd etdiniz ki, uşağın birini öldü bilib. Hə, böyük qızımı Ağdama bizə gəldilər, qabağımıza Ağdamlar kömək elədilər. Aldılar əlimizdən, apardı qoydu meçidə ki, bu uşaq ölübdü, amma mən hiss eləmirəm. Mənim beynim elə bir donmuşdu. Mən hiss eləmirəm ki, mənim uşağım ölür, axı ölübdü. Apardı qoydu ora, mən də belə durub baxırdım. Sonra oradan bir-bir çıxardı yat yerinə apardılar ki, dəfn olunsun. O molla götürdü belə dedi, bu uşaqda nəfəs var, bu uşaq kimindir? Neçə gün sonra? Həmin axşamı qalmışdı meyitlərin arasında. Meçiddə meyitlərin arasında qalmışdı həmin axşamı. Onun səhərisi günü idi. Hamı gedib meyidini təhvil verirdi ki, bastırılsında şəhidlər xiyabanında. Həmin onda dedi ki, bu uşaqda nəfəs var. Götürdü, çıxdı qapıya, belə meçidin qapısına qışqırdı ki, bu uşaqda nəfəs var. Ondan sonra yaxınlaşdım, uşağı götürdüm. Bizi götürdülər Bakıya, həmin gündən elə. Belə. Bugünün təskinliyi nədir sizdə? O qızlara təbii ki, bu bir qürurdur biri ana üçün. O Həm qızların övladlarını qorumaq. Almaniyaya aparırlar onları çıxış üçün.
Keçən illəri aparmışdılar, inişiliydi, Aliyəni aparmışdılar, böyük qızımı. O deyirdim, donmuş qızımı Almaniya aparmışdılar. Oradan Belçikada getmişdi. Bu qızım bu nümayəndəlikdə işləyən Türkiyəyə. Bunları hər yerə, bax o gündən bəri nə qədər zəng gəlir ki, gəlsinlər, danışsınlar da, yadlarında nə qalıb danışsınlar. Hə, aparırlar onu. Elə siz özünüz də bir qəhrəmansınız. Təbii ki, o övladları xilas eləmək, onları yaşatmaq Azərbaycan Axır qadınına. heç nə qalmamışdı. Heç nə qalmamışdı, danışacağam mən bunu. Axırı burada əl atdım, atdan nə paltar varsa hamısını qırdım, ayaqlarına bağladım ki, bunların ayaqlarını donatmasın. Amma atmışdı, ayaqlarının hamısını donatmışdı, ayaqlarını qoyurdu, dəri yapışıb qalırdı orada. Meşədə itirmişdim, bu nümayəndəlikdə işləyən qızı itirmişdim. Bəlkə neçə saat onu axtardıq ki, uşağı tapdıq. Bu torpağa qayıtmaq hansı? Hə, çox sevinirik, çox sevindik torpağımıza qaydanda. Dəndəki Xocalı alınıbdı, Bakıda olurduq biz. Gəldim, keçdi, yezdən məni keçdi, gəldim bura. O tərəfdə saxlayıb maşın deyirdi, evim buradır, düş get, deyirəm ki, mən evimi istəyirəm. Tut ağacı var, o vaxtın tut ağacım qapıda, çənim qapıda qalıb, armud ağacım. Bunları görəndə çox sevindim ki, mənim öz həyatımdır. Mən o biri kənddə, təmiz dağılıb yolun qırağında. Mən o kənddən bura gəlin köçmüşdüm. Bura gəlin gəlmişdim. Gəldim, hamısını yerində gördüm, dedim, bura mənim həyatımdır. İndi təbii ki, bu Niskil yaddan çıxan deyil. Heç vaxtı, Yaşadığınız heç müddətcə vaxtı. sizin ümumiyyətlə bu Heç vaxtı yaddan çıxmır. Elə bilirəm ki, bu fevral ayı gələndə deyirəm, ay Allah, may elə bir iynə vuralar ki, bu fevral ayını hiss eləməyəm, mart ayında ayılam. Hiss eləməyəm. Elə bilirəm hadisə bu saat yenə qapı döyüləcək ki, durun yeni bizim badvala. Bax elə.